Bəzən 5-ci kolonun elə üzvləri var ki, cəmiyyət onları qəhrəman kimi tanıyır. Yəni onu elə yetişdiriblər ki, o cəmiyyət tərəfindən qəhrəman kimi qəbul olunsa, amma dolayısıyla xidməti oradır. Yəni varmı belə adamlardan siz misal çəkə bilərsinizmi ki, misal üçün filan kəs 5-ci kolona aiddir. Yəni bu sizin təbii ki, versiyanız olacaq. Mən ad çəkmək məsələsi belədir. İndi ehtimallar var. Ehtimal deyim, təbii. Çünki bu belədir ki, bayaq dediyim kimi Rusiyaya rəğbət bəsləyən adamlar bu gün parlamentdə də var, açıq-açığına onlar münasibət bildirirlər, onu bütün Azərbaycan cəmiyyəti bilir. Və yaxud da ki, məsələn, tutaq ki, deyək, hərbi qanada rəhbərlik edən, indi onun bütün Azərbaycan cəmiyyəti deyir ki, Nəcməddin Sadıqov, məsələn. Nəcməddin Sadıqov Sovet hökumətinin vaxtında tutaq ki, gəlib Azərbaycan hərbisində bir vəzifə tutub. Və bu günə qədər Azərbaycan cəmiyyəti bir mənalı surətdə, yəni onun əleyhinə bir mənalı surətdə hamı mənfi rəydədir. Adamı zorla çıxartmayınca işdən çıxmaq istər. Bəs bunu necə qiymətləndirmək olar? Yəni o təmənnasız bizim xalqımıza xidmət eləməyə çalışırdısa, yaxşı, hansısa mərhələdə istefa verib gedə bilərdi. İkinci tərəfdən Nəcməddin Sadıqovun qardaşı Rusiyanın Gümrüdə, Ermənistanda olan hərbi bazasında qərargah rəisidir. Bax, o iddialar da var idi. Belə iddialar var, bəli. Özü də burada qərargah rəisidir. Bunu necə başa düşmək olar? Yəni bunun başqa adı yoxdur.